Uşaqlar, bugün keçirik Rus-Qacar müharibələrini. İkisini bir yerdə keçək, həm birinci Rus-Qacar, həm də ikinci Rus-Qacar müharibələrini. Başlayaq birinci Rus-Qacardan. İlk olaraq biz Rusiyanın Azərbaycanın işğala başlamasından sonra keçdik ki, 1804-cü ilin yanvarında Çar Rusiyası Gəncə xanlığını işğal etdi. Qacar dövləti bilirsiniz ki, Azərbaycanın cənubunda, yəni İranda olan dövlət idi və Cənubi Azərbaycan ərazilərini işğal etmişdi. Bu zaman Qacar dövləti Rusiyaya belə desək, cavab verməkdə gecikdi. Bir də 1804-cü ilin yayında iki dövlət arasındakı əlaqələr kəskinləşdi və Qacar dövləti Rusiyaya müharibə elan edir. 1804-cü ilin yayında, yılında birinci Rus-Qacar müharibəsi başlayır. Birinci Rus-Qacar müharibəsi zamanı Qacar ordusunun baş komandanı Fətəli Şahın oğlu Abbas Mirzə idi. Və Abbas Mirzənin başçılıq elədiyi ordu Araz çayını keçərək, bilirsiniz ki, Araz çayı Cənubi Azərbaycan, Şimali Azərbaycan arasında sərhəd. Şimala doğru yürüyüşə başladı. Və Ruslar da bu dövrdə, 1804-cü ildə Rus ordusuna komandanlıq edirdi General Sisyanov. 1804-cü ildə General Sisyanov rəhbərliyi ilə Rus qoşunları ilk olaraq İrəvan xanlığını, İrəvan qalasını mühasirəyə aldılar. Hakimiyyətdə kim idi o zaman? Məhəmməd Hüseyin xan idi də. Məhəmməd Hüseyin xan İrəvan qalasına yaxşı müdafiə elədi və Abbas Mirzənin Qacar ordusu da, yəni Abbas Mirzənin ordusu da gəldi çatdı artıq İrəvan ətrafına. Rus ordusu ilə Qacar ordusu arasında birinci Rus-Qacar müharibəsinin ilk döyüşü oldu Üç Kilsə döyüşü. Üç Kilsə döyüşü və ardı ilə də Qəmərli döyüşü. Bu döyüşlərin hər ikisində Ruslar məğlub oldular. Abbas Mirzənin rəhbərlik etdiyi ordu, Qacar ordusu qalib gəldi. Deməli, birinci Rus-Qacarın ilk döyüşləri Üç Kilsə və Qəmərli döyüşləri. Hər ikisində Ruslar məğlub olmuşdular. Bunun ardı ilə Rus ordusu bir qədər geri çəkildi artıq. Abbas Mirzənin ordusu isə başladı Azərbaycanın içərilərinə doğru irəliləməyə. Sisyanov gördü ki, bəzi xanlıqların ərazisini ordu ilə silah gücünü tuta bilməyəcək. Buna görə də müraciət elədi Qarabağ xanı İbrahim Xəlil xana ki, Rusiyaya təslim ol, onun tərkibinə, himayəsinə keç. Qarabağ xanı İbrahim Xəlil xan da yığır xan şurasını, orada bəylərdən ibarət, məsləhət edir ki, necə eləyək, General Sisyanovun təklifini qəbul eləyək, Çar Rusiyanın himayəsinə keçək, yoxsa müqavimət göstərək. Bütün bəylər deyir ki, yox, müqavimət göstərək, mübarizə aparaq. İbrahim Xəlil isə deyir ki, yox, Çar Rusiyasına qarşı mübarizə aparmaq mümkün deyil. Ona görə də ən yaxşısı təslim olmaqdır və Rusiyanın himayəsinə keçməkdir. Həm də burada bir neçə məqsəd güdürdü İbrahim Xəlil xan. Birincisi, Qarabağın bilirsiniz, tərkibdə erməni məliklikləri var idi. Onlar separatçılıq fəaliyyəti yürüdürdü ki, məlikliklərə qarşı İbrahim Xəlil mübarizə aparmaq istəyirdi. Nəhayət, 1805-ci ilin may ayının 14-də birinci Qarabağ xanlığı Çar Rusiyası ilə Kürəkçay müqaviləsini imzalayır. Bu müqaviləyə görə xanlıq əbədi olaraq Rusiyanın himayəsinə keçir. Bundan başqa, Qarabağ xanlığı hər il 8000 çervon Çar xəzinəsinə xərac verməli idi. Xan və onun varisləri Çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın ərazisində Rus ordusu saxlanmalı idi. Həmin ordunu ərzaqla təmin etməli idi xanlıq və digər bu kimi məsələlər var idi. Qarabağın ardı ilə Şəki xanlığı da eyni hüquqlu Kürəkçay müqaviləsini Rusiya ilə bağlayaraq Rusiyanın himayəsinə keçir. Bir də qalır Şamaxı xanlığı. Şamaxı isə müqavimət göstərir. Kürəkçay müqaviləsi bağlamaq istəmir, ancaq 1805-ci ilin dekabrında artıq məcbur olaraq müqavilə imzalayır. Şamaxı xanı Mustafa xan əhalini çəkir Fit dağına, orada biraz müqavimət göstərir. Amma görür ki, sonra müqavimət göstərmək mənasızdır və Rusiyanın himayəsinə keçir. Beləliklə, Kürəkçay müqaviləsini imzalayan xanlıqlar Qarabağ, Şəki, Şamaxı. Bu xanlıqlar əbədi olaraq Rusiyanın himayəsinə keçmişdir. Yəni, bu hadisə birinci Rus-Qacarın gedişində başlayan hadisədir. Birinci Rus-Qacar müharibəsi dövründə. Bu proseslərin ardı ilə 1805-ci ildə tərəflər arasında yeni döyüş olan Şahbulaq döyüşü baş verir. Şahbulaq döyüşündə isə yenə də Qacar ordusu qalib gəlir. Şahbulaq döyüşündə Abbas Mirzənin ordusu qalib gəlir. Ancaq ardı ilə baş verən Zəyən döyüşündə
bu dəfə Ruslar qələbə qazanırlar. Rusların qələbə qazanması ilə Abbas Mirzə öz qoşununu Arazdan cənuba doğru geri çəkmək məcburiyyətində qalır. Bu dövrün 1845-ci ilin hərbi kampaniyasında olan döyüşlər, deməli Rus-Qacar döyüşləri, Üç Kilsə, Qəmərli, Şahbulaq, Zəyəm. Bu döyüşlərdən yalnız Zəyəmdə Ruslar qələbə qazanmışdı, digərlərində isə Qacarlar qələbə qazanmışdı. İndi biz proseslərin ardına baxsaq, General Siyanov nə etmək istəyirdi? Təbii ki, işğal etmək istəyirdi digər xanlıqlarda. Kürəkçay müqavilələrindən sonra 1806-cı ildə Siyanovun rəhbərlik etdiyi Rus ordusu gəlir Bakı xanlığının darvazaları qarşısında. Bakı xanı Hüseynqulu xana məktubu göndərir Siyanov və Hüseynqulu xan da deyir ki, mən razıyam, təslim olurum. Amma bir şərtlə ki, qalan açarlarını şəxsən özüm təqdim edəcəm sənə qalanın qarşısında. Və Bakı xan Hüseynqulu xan öz əmisi oğlu İbrahim xanla birlikdə gəlib qaladan çıxır və Siyanovla görüşüb açarı təqdim edərkən xanın əmisi oğlu İbrahim xan Siyanovu öldürür. Güllə ilə vurur, öldürür və Rus qoşunları çəkilir Dərbəndə doğru. Dərbənddə yenidən komplektləşir Rus ordusu, digər qüvvələr də toplaşır ətrafına və ardıcıl olaraq 6-cı ilin iyulunda Dərbənd, oktyabrın əvvəlində Bakı və oktyabrın sonunda isə Quba xanlığı Ruslar tərəfindən işğal edilir. Bakı xanı Hüseynqulu xan qaçır gəlir Qacar dövlətinə sığınır. Ancaq Siyanovun burada öldürülməsi Bakı xanlığının qalısı qarşısında Rus ordusunu bir qədər zəiflədi. Proseslərin ardına baxsaq, biz dedik, Kürəkçay müqaviləsində Qarabağ xanlığı əbədi olaraq Rusiyanın himayəsinə keçirdi. Xanın özü, ailə üzvləri, o cümlədən xanlığın əhalisi Çar tərəfindən canı, yəni qorunmalı idi də. Ancaq 1806-cı ildə General Lisaneviçin əmri, deməli Lisaneviç tərəfindən İbrahim Xəlil xan və ailəsi Qarabağda öldürülür. Xan kəndində istirahətdə olarkən öldürülür və Qarabağda üsyan başlayır. Bunun ardı ilə Şəkidə də üsyan başlayır 1806-cı ildə. Niyə Qarabağ xan İbrahim Xəlilin öldürülməsi ilə Şəkidə üsyan başlayır sizcə? Çünki qohum idilər. Qarabağ xanı ilə Şəki xanı qohum idilər. Ona görə də cavab olaraq Səlim xan da üsyana başlayır Şəkidə. Rus qoşunu gəlir Şəkiyə. 1806-cı ildə Şəki döyüşü baş verir və bu döyüşdə Səlim xan məğlub olaraq o da İrana qaçır. Eyni zamanda 1806-cı ildə Qubada hər ikisində müvəqqəti idarə yaradılır. Qubada əyalət şurası yaradılır, Şəkidə isə müvəqqəti idarə yaradılır. Yəni bu xanlığın ləğvi deməyi deyil. General kimdir ki, Çarın sözünü çiğni öldürür? Çar özü də istəyir də, yəni yəqin ki özü əmr verir. O bilmək olmaz. General Azad, Çar qoyur. Yox, yəni xainlik edirlər də. Yəqin ki orada aralarında nəsə bir mübahisə baş verir, ya nəsə. Ruslar nə vaxt müqavilələrinə sahib çıxırlar ki, elə belə sözlərinə sahib çıxırlar. Yəni, qısacası, sizdən mütləq şəkildə testlərdə soruşacaq. 1806-cı ildə əyalət şurasının yarandığı xanlıq hansı idi? Quba xanlığı. Müvəqqəti idarənin yarandığı xanlıq Şəki xanlığı. Bu dövrə aid 1806-cı il Şəki döyüşü var, hansı ki, dedik ki, Səlim xan məğlub olmuşdur. Bir də uşaqlar, 1806-cı ildə Qubada da dedik əyalət şurası yaradılmışdı və buna cavab olaraq bu dövrdə Quba xanı kimi yadımızdadır adı Şeyx Əli xan. Şeyx Əli xan Ruslara qarşı üsyana başlayır və hətta 1810-cu ildə Şeyx Əli xan Rusların ordusunu məğlub edir Girgilçay döyüşündə. Və Girgilçay döyüşündən sonra Ruslar əlavə qüvvələr toplayırlar, Quba xanlığını yekun olaraq məğlub edirlər və burada dediyimiz yaranan əyalət şurasını nə edirlər? Ləğv edirlər. Qubada əyalət şurası 1806-1810-cu illərdə mövcud olmuşdur. İrəvanın birinci mühasirəsi Ruslar tərəfindən 1804-cü ildə olmuşdur. İkinci mühasirəsi isə 1808-ci ildə olmuşdur. Və Ruslar İrəvanı ta 1827-ci ilə qədər tuta bilməmişlər. Hər mühasirəsində İrəvan xanlığı müqavimət göstərmişdir, məğlub olmuşlar. 1809-cu ildə Rus-Qacar müharibəsinin gedişində Qarabağa döyüşü olur və Qarabağa döyüşündə də yenə də kim qalib gəlir? Qacar ordusu qalib gəlir və General Budoviç istefa vermək məcburiyyətinə qalır. Çünki daim məğlub olur, istefa verir və yerinə Cənubi Qafqaz ordusunun komandanı General Tormosov təyin edilir. Tormosov təyin olunmuşdur. Tormuza basarıq.
Bura kimi aydındır hər şey. Uşaqlar, bax bunları qarışdırmayın. Bax bu Rus Qacarın döyüşləridir. Bu Kürəksan müqaviləsi, yəni Rusiya ilə Qarabağ arasında, Qarabağ-Şəmşəmaq arasındadır. Şahbulaq Zəyən yenə Rus Qacar arasında olan döyüşlərdir. Bunlar da Rusların tutduğu xanlıqlardır, işğal etdikləri xanlıqlardır. Rus Qacar müharibəsinin növbəti döyüşləri uşaqlar 1812-ci ildə Sultanbud döyüşündə yenə də Qacar ordusu qalib gəlmişdir. 12-ci ilin oktyabrında Aslanduz döyüşündə bu dəfə artıq Ruslar böyük qələbə qazanırlar və ardı ilə bu həlledici döyüş idi. Ardı ilə 1812-ci ilin dekabrın 31-də, 1813-cü ilin yanvarın 1-də keçən gecə Lənkərana yekun hücum olur və Lənkəran qalası işğal edilir Ruslar tərəfindən. Beləliklə, tərəflər arasında razılaşma əldə olunur və 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır. Gülüstan müqaviləsi 13-cü ilin oktyabrında 12-sində imzalanmışdır. Müqavilə hər iki tərəfdən təbii ki, ədalətsiz müqavilə idi, Azərbaycan torpaqlarının bölünməsi uğrunda. Ruslar 1-ci Rus-Qacar müharibəsi dövründə tuta bilməmişlər 2 dənə xanlıq. Hansı xanlığı? Naxçıvanı və İrəvan xanlıqlarını tuta bilməmişlər. Gülüstanın şərtlərinə görə Naxçıvan və İrəvan istisna olmaqla digər bütün Şimali Azərbaycan əraziləri verilirdi kimə? Rusiyaya. Və Xəzər dənizində ancaq Ruslar hərbi donanma saxlaya bilərdilər. Tərəflər arasında diplomatik korpuslar açılmalı idi. Yəni, səfirliklər, konsulluqlar və s. açılmalı idi. Gülüstan müqaviləsi ilə Ruslar ancaq işğal edə bilmədi hansı xanlıqları? İrəvanı və Naxçıvanı. Bu iki xanlığı işğal edə bilmədi. Beləliklə, 1-ci Rus-Qacar müharibəsi başa çatdı. Yenə təkrarlayaq. 1-ci Rus-Qacar müharibəsinin döyüşləri hansılardır? 1804-cü ildə 3 kilsə Qəmərli, Şahbulaq, Zəyən, sonra Qarabağa döyüşü, Sultanbud, Aslanduz və Lənkəran döyüşü. Bu döyüşlərdən Ruslar ancaq qələbə qazanırlar. Ruslar qələbə qazanırlar. Zəyəndə, sonra Aslanduzda, Lənkəran. Zəyən, Aslanduz, Lənkəran. Bu üç döyüşdə Ruslar qələbə qazanır. Qalan bütün döyüşlərdə Qacarlar qələbə qazanır. 1-ci Rus-Qacarı bitirən müqavilə də oldu Gülüstan müqaviləsi. İndi baxaq 2-ci Rus-Qacar müharibəsi necə oldu başladı. 13-cü ildə Gülüstan müqaviləsindən sonra bu İngiltərə Qacarlara daim təzyiq göstərirdi ki, Rusları qoyma Cənubi Qafqazda möhkəmlənsin, imkan vermir. Biz sənə hər cürə dəstək göstərərik, hər cürə yardım göstərərik. Ona görə də 14-cü ildə Qacarlarla İngiltərə arasında Tehran müqaviləsi olur. Tehran müqaviləsi imzalanır. İngilislər Qacarlara söz verirlər ki, sənə hər cürə silah sursat, hər cürə ordu, nə bilim, nə istəsən də, pul yardımı. Qacarlar da öz növbəsində Hindistana gedən o ticarət yolunun təhlükəsizliyini təmin edəcək İngiltərə üçün. Sən Qacarlar deyir ki, Rusları qoyma Cənub Qafqazda möhkəmlənsin, yeni müharibəyə başlar. Eyni zamanda 23-cü ildə Osmanlı da Qacarlarla təqribən eyni şərtlərlə müqavilə bağlayır ki, biz sənə dəstək verəcəyik, sən Ruslarla müharibəyə başla. Və 2-ci Rus-Qacar müharibəsində Ruslar olmasını istəmirdi. Hətta Çar 1-ci Aleksandr razı idi ki, Qarabağın və Lənkəran xanlığının bir hissəsini Qacarlara güzəştə geçsin ki, 2-ci Rus-Qacar müharibəsi başlamasın. Qacarlar necə oldu müharibəyə başladı? 1825-ci ildə 1-ci Aleksandr ölür, yerinə 1-ci Nikolay gəlir. Və bu zaman Çar Rusiyasında dekabristlər adlı bir üsyan baş verir. 1825-ci il dekabrında olmuşdur. Dekabristlər 1-ci Nikolayın andiçməsi günü üsyan qaldıraraq ordu idarəçiliyi dəyişmək istəyirlər. Düzdür, onun üstü açılır, üsyan yatırılır filan, amma Qacarlar da həvəslənirlər axı ki, Rusiyanın daxilində qarşı durmadır filan. Məğlub edəcək filan. Sonda yatmasanız size bir şey edəcək. Ona görə də və bir də bir şey dediyim ki, hələ 1817-ci ildə Çar 1-ci Aleksandr Yermalov adlı bir şəxsin rəhbərliyi ilə Qacarlara nümayəndə heyət göndərmişdir ki, gedin soruşun, Qacarlar nə istəyir, Qarabağdan dediyim kimi Lənkəran bir hissəsini güzəştə gedək, tək müharibəyə başlamasınlar filan, belə söhbətlər olmuşdur. Qısacası, 26-cı ilin yayında Abbas Mirzənin ordusu, yenə də Abbas Mirzə, keçir Araz çayını və şimala doğru yürüyüşə başlayır. Bu
dəfə fərqli cəhətləri uşaqlar, ikinci Rus Qacarda fərqli cəhətləri. Qacar ordusunun tərkibində başqa kimlər var idi sizcə? Osmanlı ilə İngiliz. Yox. Uşaqlar, bu dövrdə qaçan xanlar var idi ya, şimaldan qaçan xanlar. Bakı xanı Hüseynqulu xan, nə bilim, Şəki xanı Səlim xan. Bildiğim şey öldü, düşüncesinden. Gəncəli Cavan xan oldu. Gələr orada şeylər. Sən hansında kəndisi? Sırə geçsin. Hani böyle dağları bulmak, özleri dağları bulmak. Gələr də gələr. Gələr də. Hadi oğlum. Götür, bak orada. Kim Ne var istiyor? ya? Yaxşı, Götür ama qaytar gətir, yaxşı. Oğurlamayın ya qaytarın. Yaxşı. Neydi söyle. Qapını ört. Çabukdan qapını ört. Hə. Ben şu kapını ötmeye Uşaqlar, eyni zamanda bu dediyim qaçan xanlar Qacar ordusunun tərkibində şimala gəlir. Nə üçün? Hər bir xan gedəcək öz xanlığın ərazisinə və orada əhalinin üsyanını qaldıracaq. Başa düşdünüz necə? Həlli qalmır. Abbas Mirzənin rəhbərlik etdiyi ordunun tərkibində gələn Bakı xanı Hüseynqulu xan gəlir Bakı əhalisini qaldırır üsyana. Gəncəli Cavad xan oğlu gəlir Gəncənin bütün mahallarını azad edir, uğurlu. Bundan başqa Şəki xanı Səlim xan oğlu Hüseyn xan gəlir Şəkini əhalini üsyana qaldırır, Şəkini ruslardan azad edir. Beləliklə Şimali Azərbaycan böyük bir hissəsi ruslardan təmizlənir. Abbas Mirzə neyiniyir? Bu əsəbləşməyən Abbas Mirzəyə həmişə. Gəlir Şuşanı mühasirəyə alıb 48 gün mühasirədə saxlayır. Bunlar hamısı eləyir. Yəni bu hərbi komandanın, hərbi iş bilən insanın işi deyil də. Sən Şuşanı nə qədər vacibdir ki, Şuşa 48 gün onu mühasirədə saxlayırsan. O 48 günə görə neynəmək olar? Əlimizə qalasını eləmişdilər, onu neçəsə. Əmir Teymurun arasında. Və o 48 gün ərzində Ruslar Tiflisdə ordu toplayırlar və başlayırlar Abbas Mirzənin üstünə gəlir. Başında hamısı. Elə Ruslar ordunun Ölkələr o tərəfdir. Abbas Mirzənin bir yer Abbas. Yaxşı. 1826-cı ilin sentyabr 3-də Şəmkir döyüşü, ardı ilə sentyabrın 13-də Gəncə döyüşü 10 gün fərq var. Gəncə döyüşü ümumiyyətlə bu dövrün 1800-cü illərin ən böyük döyüşü idi. Həll edici döyüş qarşısında yazmışam. Hər iki döyüşdə Ruslar qələbə qazanırlar və Naxçıvanı İrana yollamışlar. 27-ci ilin yayında Ruslar Naxçıvanı döyüşsüz şəkildə ələ keçirlər. 27-ci ilin yayında Cavanbulaq döyüşü və Sərdarabad döyüşü. Cavanbulaq döyüşündə Abbasabad qalası, Sərdarabad döyüşündə isə Sərdarabad qalası oktyabrda işğal edilir. 27-ci ilin oktyabrın 1-də Ruslar İrəvanı ələ keçirir. İrəvanı ələ keçirən Rus komandanı İvan Paskeviç idi. Hətta İrəvanın ələ keçirilməsinə, görün neçənci mühasirədə artıq. İrəvanın ələ keçirilməsinə görə Paskeviçə Yerevanski titulu verilir, Qraf Yerevanski. Ona pul mükafatı, Georgi ordeni, nə bilim, nə qədər çarına mükafatı. Ruslar dayanmırlar. 27-ci ilin oktyabrında keçirlər Cənubi Azərbaycan. Makov, Xoy, Mərən, Təbriz, gedirlər oktyabrda Təbrizi tuturlar. Təbrizdə müvəqqəti idarə yaradırlar. Sizə yeni bir şey uyğunlaşdırma. Müvəqqəti idarənin yarandığı Şəki, Quba, bir də Təbriz 1817-ci ilin oktyabrında. 28-ci ilin yanvarın 28-də Urmiyan, fevralın 8-də Ərdəbili işğal edirlər və Qacarlar artıq, belə desək, yəni yalvararaq Ruslarla müqavilə bağlayırlar ki, bu da Türkmənistan müqaviləsi. Uşaqlar, Türkmənistan müqaviləsi ilə hal-hazır ki, mövcud vəziyyət necədir? Azərbaycan iki hissəyə bölünür. Şimalı Rusiyanın, cənubi isə Qacarların tərkibinə keçir, İranın tərkibinə keçir. Bu dəfə Naxçıvan və İrəvan xanlıqları da Rusların tərkibinə keçir. Oxşarlıq nədir? Xəzər dənizində yenə Ruslar hərbi donanma saxlaya bilərdilər, yenə diplomatik korpuslar açılmalı idi. Fərqli cəhətlərdir. Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrilir və Qacarlar Rusiyaya böyük miqdarda təzminat ödəməlidirlər, müharibədə vurduqları zərərə görə. Və təzminatın böyük hissəsi ödənənə qədər Rus ordusu harada qalacaqdı? Bax, bu Cənubi Azərbaycan ərazilərində. Təzminat ödəndikdən sonra Ruslar bu əraziləri tərk edəcəklər. Təzminat onların haqqıdır da, yəni o boyda yer alınır. İkinci Rus Qacarı, bu dediyimiz ərazilər var ya uşaqlar, o sizə qaranlıq qalmasın ki, dediyim xanlar hamısı
getdilər, üsyan qaldırdılar, azad elədilər. Onlar da tezdən hamısı qaçıb gəldi Özləri göstərib Mən var. yenə qayıtdım. Düzdür, uşaqlar Bakı qalasını ala bilməmiş Hüseyn Qulxan. Çünki orduda Rus qarnizonu var idi, ona görə ala bilməmiş. O nə demək ki? Qarnizon yəni Qarnizon ordusu. Rus ordusu var idi. Ancaq Ancaq ki, Gəncə dedik, Qarabağın mahalları, Qarabağın çox hissəsi, Gəncənin ətraf əraziləri və s. azad olunmuşdu, eyni zamanda şəhərlər və s. Abbas Mirza bu qədər səhvdən sonra edam olunmadı. Yox, oğlu idi də, Şahın oğlu idi. Cənubi Azərbaycan valisi idi, yəni edam olunmaz. Nadir Şamoğlu idi. Yox, Fətəli Şah. Ay, nə oldu ki? Uşaqlar, indi diqqət eləmək lazım olan yerlər. Müqavilələrin, keçən il idi, hansı il idi? Müqavilələrin oxşar və fərqli cəhətləri. Türkmənçay və Gürcüstanın oxşar fərqli cəhətləri. Uşaqlar, bu keçdiyimiz, xahiş edirəm, bu kürəkçayı qatmayın, bu Rus Qacarə. Kürəkçay sadəcə xanlıqlarla Rusiya arasında olur. Rus Qacarda olan Gürcüstanlı Türkmənçaydır, bu ikisidir. Sonra, müharibə dövründə üsyanlar, bunları dedik, harada üsyanlar olmuşdu. İrəvanın mühasirəsi çox düşür. 1804-1849-cu illər və 1827-də də artıq işğal edilmişdi. İrəvan mühasirəsi, İrəvan şəhəri daha doğrusu. Mən sizə nəyə deyəcəkdim? Bayaq dedim, yadıma salın. 1800, bu gedişdə, bu dərsin gedişində görəcəksiniz. 1806-1812-ci ildə Osmanlı-Rusiya müharibəsini verib. Orada Gümrü döyüşü görəcəksiniz, Buxarest müqaviləsi görəcəksiniz. Buxarest müqaviləsi onsuz bu tarixdən keçmişdir. Sadəcə bir də 1829 Əqiz müqaviləsi görəcəksiniz. Onların, Azərbaycan tarixində bu hissədə deyilməsinin səbəbi nədir? Həm Buxarest müqaviləsi ilə, həm də Ədirli müqaviləsi ilə Osmanlı Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımışdır, tanımağa məcbur olmuşdur. Və Ədirli müqaviləsi ilə, baxın yazıram, 1829 Ədirli, ümumi tarixdə keçmişik, yeni yazıram. Ədirli müqaviləsi ilə uşaqlar və bu bağlanan Türkmənçay müqaviləsi ilə ermənilərin Cənubi Qafqaza köçürülməsi baş vermişdir. Türkmənçay müqaviləsinin bir bəndində, 15-ci bəndini səhvləməsi deyir ki, cənubdan İrana, yəni əhalinin hərəkətini icazə verir. Yəni ermənilərin şimala doğru hərəkətinə, Azərbaycan ərazisində məskunlaşdırılmasına icazə verilir. Bu Türkmənçay müqaviləsində 40 min erməni, Osmanlı və Rusiya arasında bağlanan Ədirlə müqaviləsində isə Osmanlıdan 90 min erməni Azərbaycana Bizi gəlir. tanımayın. Onlar o vaxtdan köklərini kəsmişik. Ümumilikdə 130 min erməni, 130 min erməni uşaqlar Azərbaycan ərazilərinə köçürülmüş. Belə mövzumuz Mən sizə bu bizdən sonra çox əksi yoxdur, dedim.